Bu xanım bizim əməkdaşımızdır. 20 yaşı var. Saçının durumunu zəhmət olmasa göstərin. Keratin olunub 4 ay bundan öncə və saçın durumu budur. Niyə biz bu saçı götürdük? Biz bu saçı müalicəyə başlayırıq. Xanım əməkdaşımız olduğu üçün hər dəfə bizim yanımızda olacaq. Və biz bu saçı sizə müalicədən 1 ay sonra, 2 ay sonra hər dəfə sizə göstərəcəyik. Saç hardan hara gətirmək olar düzgün müalicə ilə, düzgün məhsullarla hamısını şəffaf şəkildə sizə göstərəcəyik. Səhifəmizdə hər dəfə yeniliklər çox olacaq. Hələ sürprizlər də var, onları da deməyim. Gəlsin, çıxsın, sonra deyəcəyik və bizi izləmədə qalın. Saçınız üçün ən faydalı tək-tük səhifələrdən biridir. Saçı yükləmədən addım-addım başlayırıq saçı bərpa etməyə. Saçda seyrəkləşmə var, çox nazik telli bir xanımdır və saç çox zədəli bir saçdır, quru saçdır. Biz bu saçı bir neçə ay ərzində həm gürlaşdıracağıq, həm uzadacağıq, uzunluğuna da diqqət eləyin saçın və saç diblərinin boşluğuna da diqqət eləyin. Yəni saç bu haldadır və biz bu saçı bu zaman ərzində baxın necə gürlaşdıracağıq. Hardan hara gətirəcəyik.